Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində həyətləri su basıb. Çirkab suların həyətlərə dolması acınacaqlı vəziyyət yaradıb. Sakinlər deyir ki, uzun müddətdə həm həyətlər, həm də küçə kanalizasiya sularına qərq olub. Üfunət necə deyərlər, nəfəs kəsir. Problemin əsas səbəbləri niyə də hələ də həll olunmur suallarına cavab axtarmağa çalışmışıq. Bura Sabunçu rayonu Əliyağa Şıxlıyski küçəsində yerləşən sakinə məxsus həyətyanı sahədir. Bu küçədə yerləşən əksər fərdi yaşayış evlərinin həyətləri bax bu cür kanalizasiya sularına qərq olub. Sakinlər isə mənzillərinə daxil olarkən və çıxarkən belə rezin uzunboğaz çəkmədən istifadə etmək məcburiyyətində qalırlar. Çirkab suların həyətlərə dolması bir kənara, üfunətdən evdə oturmaq belə mümkün deyil. Sakinlər deyir ki, hələ bu yaxşı vəziyyətdir. Bir müddət əvvəl kanalizasiya suları evlərə də dolmuşdu və həmin görüntüləri də bizə təqdim etdilər. Yağış yağdı, düz həyət, küçə, hər tərəf. Evin içində sapoxun düz üstünəcə su idi. 2 gün qonşuda yatdıq, qaldıq. Evə girmə mümkündür. Bununla 6-cı dəfə kanalizasiya idarəsinə dair dəfələrlə, gün ərzində 10 dəfə zəng edirəm, heç kim gəlmir. Mənim evimdə onkoloji xəstəm var. 2 dənə az yaşlı uşağım var. Uşaqlar hamısı çıxıb oturub stolun üstündə. Aşağı düşə bilmir. Yer buz kimi. Motorum yanır, gidraforum yanır. Evim xalçalar islandı, yaman günə qalır. Neçə dəfələrlə müraciət eləmişik ki, qardaş kanalizasiya tutulur, gəlin buna baxın. 5 metrə məftili götürüb gəlirlər bura kanalizasiya açmağa. Deyirəm, açın, deyir məftilimiz yoxdur. Deyirəm, mən özümə məftil alası verəsi deyiləm ki sənə. Bütün evin remontu əldən çıxıb. Hamama keçmək olmur. Evin içində də sapoxla gəzirdim. Məsələ ilə bağlı Sabunçu rayon Su Kanal İdarəsinə müraciət etdik. ATV xəbərin müdaxiləsindən sonra əraziyə briqada cəlb olundu və problem həllini tapdı. Məhəmməd Hacızadə, Rahil Bəhulzadə, ATV xəbər.